Sonra gördüm bir nöqtə yadıma düşdü. O zamandan ki təcrübəm az idi və birinə yaxçılıq elərdim, müqabilində pislik görərdim. Fikirlərdim məhsul günah məndədir. Sonra bir şeiri از سعدی ilə müvaciə oldum ki deyir: باران که در لطافت طبعش خلاف نیست در باغ لاله روید و در بیابان خس. Yaxçılıq eləmək bənzəyir eynən yağışa. Ona fərq eləməz hara yağa. Bəstəgisi var ki, o yerə ki yağır, əgər bir bağı bostan olsa, təbiidir qolu bol-bol rüşd eləyəcəkdir. Bəli, əgər bir biyabana yağsa, oradan da xar o xəs rüşd eləyəcək. Vaxtı yaxçılıq eləyirsən, o fərdi ki biləsinə yaxçılıq eləyirsən. Əgər yaxsa da ola, zatı yaxçı ola, təbiidir o fərdidən yaxçılıq görəcəksən. Bəli, əgər zatı pis olsa, o da müşəxxəsdir ki, öz zatını göstərəcək və onun zatın baran rüşd verəcək. Və liza, əgər bir fərdə yaxçılıq eləyirsiniz, müqabilində pislik görürsünüz, özünüzdən naümid olmayın, sizdə günah yoxdur. Və səy eləyin bu videoda göndərin o kəslərə ki, həmişə yaxçılıq elərlər, müqabilində pislik görərlər.